Dadlı və asan kanalıma xoş gəldiniz. Bugün Yaponiya mətbəxinin ən dadlı və məşhur təamlarından olan mochi deserti hazırladım. Sizinlə də bölüşmək istədim. Mochi 3 hissədən ibarət olur. İlk olaraq mən ərikdən gözəl bir cem hazırladım. Siz cemin əvəzinə marmeladdan da istifadə edə bilərsiniz və yaxud da çiyələk və morğu elə təbii halda bişirməmiş istifadə edə bilərsiniz. Təmiz yuyub tumlarını çıxarmış olduğum ərikləri əvvəlcə blenderin gözündən keçirdim. Daha sonra cemi pişirəcəyim qazana əlavə edib üzərinə şəkər tozu əlavə etdim. Orta dərəcədə ocağın üzərinə yerləşdirdim. Cem qazanın dibinə yapışmasın deyə dayanmadan qarışdırdım. Əriyin suyu çəkilənə, cem qatlaşana yaxın çox böyük sıçramalar olur. Bu səbəbdən çox ehtiyatlı olun və yaxud da ocağın üzərinə dəmirin üzərində duz yerləşdirin və qazanı həmin duzun üzərinə yerləşdirin. Belə etdikdə heç bir sıçrayış olmayacaq və cemi qatlaşana kimi bu şəkildə qarışdıra bişirdim. İstədiyim qatlığa gəldikdə qazanı ocağın üzərindən götürdüm. Hazırlamış olduğum cem ilıq hala gəldikdə görmüş olduğunuz krem torbasına yerləşdirdim. Torbanın ağzını bağlayaraq soyuducuya yerləşdirdim. Onda qeyd edim ki, mən 500 qram ərikdən və 300 qram şəkər tozundan istifadə edərək ərik cemi hazırladım. Bu olduqca çox oldu. Bu səbəbdən videonun açıqlama bölməsində sizə dəqiq miqdarı qeyd edəcəm. İndi isə keçək xəmirin hazırlanmasına. Xəmirin hazırlanmasında mütləq şəkildə yapışqanlı düyü unundan istifadə etmək lazımdır. Mən Azərbaycanda yapışqanlı düyü unu tapa bilmədiyim üçün Trendyoldan sifarişlə gətizdirdim. Xəmiri hazırlamaq üçün qaba 200 qram yapışqanlı düyü unu, 50 qram qarğıdalı nişastası, 60 qram dənəbər şəkər tozu, 1 çay qaşığı İran sarı kökü əlavə edib qarışdırdım. Daha sonra soyuq halda 300 ml südü ərzaqların üzərinə əlavə edib çırpıcının köməkliyi ilə tam şəkildə həll olana kimi qarışdırdım. Ən sonda 70 qram kərə yağını da ərzaqların üzərinə əlavə edib zəif ocaqda tavanı xəmiri hazırlamaq üçün ocağın üzərinə yerləşdirdim və qaşığın köməkliyi ilə durmadan qarışdırdım. Bir müddət sonra ərzaqlar qatılaşaraq xəmir halına gəlir. Tam xəmir alındıqda ocağı söndürdüm və xəmir ilıq hala gələnə kimi qaşığın köməkliyi ilə yoğurdum. Bunun adından da məlum olduğu kimi olduqca yapışqan xəmir alındı. Bu səbəbdən əlimə azacıq yağ vurdum və xəmiri masanın üzərinə yerləşdirib uzunluğuna kündələdim. Daha sonra polietilin qida streçinə bükərək otaq temperaturunda tam soyutdum. Soyuduqdan sonra soyuducuya yerləşdirdim. Daha sonra dondurma dadında krem hazırladım. Bunun üçün görmüş olduğunuz ərgin pendirin suyunu bir qaba süzdüm. Daha sonra başqa bir qaba əlavə edib üzərinə 10 qram vanil, 150 qram qatlaşdırılmış süd əlavə etdim və blenderin köməkliyi ilə krem halına gələnə kimi qarışdırdım. Onda qeyd edim ki, siz az duzlu istənilən süzmə pendirdən istifadə edə bilərsiniz. Ancaq suyunu süzməyi unutmayın. Beləliklə gördüyünüz kimi möhtəşəm bir krem alındı. Hazırlamış olduğum kremi bir kənara yerləşdirib soyuducuya yerləşdirmiş olduğum qaymağı soyuducudan çıxartdım. Bu krem üçün 200 qram qaymaqdan istifadə etdim. Qeyd edim ki, 27% qaymaqdan istifadə etdim və mikserin köməkliyi ilə qaymağı gördüyünüz qatılığa gələnə kimi qarışdırdım. Daha sonra hazırlamış olduğum kremdən qaşıq-qaşıq qaymağın üzərinə əlavə edib yenidən mikserlə qarışdırdım. Həm görünüşü möhtəşəm, həm də dondurma dadında krem alındı. Hazırlamış olduğum kremi krem torbasına yığaraq bir kənara yerləşdirdim. Daha sonra soyuducuya 1 saat öncədən yerləşdirmiş olduğum xəmiri soyuducudan çıxardım. Üzərini açdıqdan sonra çətin də olsa bıçağın köməkliyi ilə xırdaladım və kündələrə ayırdım. 13 ədəd kündə alındı. Xəmirin görünüşünü sizlər üçün təqdim edirəm. Gördüyünüz kimi saqqız kimi dartılan, qırılmayan çox zərif bir xəmir alındı. Onda qeyd edim ki, kündələyən zaman əlinizi ya yağa ya da qarğıdalı kraxmalına batırın. Əks halda xəmir əlinizə yapışacaq. Mochini hazırlamaq üçün ilk olaraq kündənin hər iki tərəfini qarğıdalı nişastasına batırdım. Daha sonra əlimlə təqribən 12 cm diametrində kündələri yaydım. Hazır yuxanı diametri 7 cm olan süzgəcin içərisinə yerləşdirdim. Yuxanın üzərinə əvvəlcə hazırlamış olduğum kremi, daha sonra ərik cemini və yenidən ən üstdən kremi əlavə etdim. Yuxaların kənarından tutaraq yuxaları bir-birinə yapışdırdım və mochiləri yağlı kağızın içərisinə əlavə etdim. Artıq mochilər tam şəkildə hazırdır. Arzu edərsinizsə həmin dəqiqə və yaxud da 1 saat soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz. Dadına gəldikdə isə yumuşaq dondurma dadında ağızda əriyən şirniyyat alındı. Beləliklə, bugün də sizə faydalı məlumat verə bildimsə, kanalıma hələ də abunə deyilsinizsə, kanalıma abunə olmağı, bəyəndinizsə, bəyən düyməsini sıxmağı
unutmayın. Hazırlayan hər kəsin əllərinə sağlıq, yeyənlərə nuş olsun deyirəm. Ruziniz bol, süfrəniz açıq, əhvalınız xoş olsun.